Bir daha salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu günlərim biz toyuqlarımızın yumurtaxanasındayıq, belə deyək. Hal-hazırda gördükləriniz toyuqlarımızın yumurtalarıdır və bugünkü yumurtalardır. Yəni bəziləri kimi biz bir həftə yumurta götürüb, gətirib bura yığıb sizlərə göstərmirik. Yumurtalar gördüyünüz kimi qəhvəyi çalarlarla, qəhvəyi və sarı rəngdədirlər. Hə, sarıqda bu rəngdir. Hə, qəhvəyi. Açıq nə? Açıq krem. Açıq krem rəngdə. Bir də bir qəhvə ilə. Düz elə. Allah bilir. Allah razı olsun. Bu cins toyuqlar həm ətli, həm yumurtalıq istiqamətli olan cinslərdir. Qısa bir zamanda da yumurta veriminə malikdirlər. Düzdür, 2 ay ərzində kəsmə gedə bilirlər. Yəni normalda biz kənd cüzələrini saxlayırıq 4 aya, 4 ay yarımdan sonra kəsmə gedirsə, biz bu cinsləri saxlayıb 2 aydan sonra tam kəsmə gedə biləcək bir cinslərdir. Eyni zamanda da 4 ay, 15 günlüklərində artıq yumurtaya düşə bilirlər.